proqrama başladım. Mən İlham Rəcəbin təqdimatında. Hər vaxtınız xeyir olsun. Xoş dinləmələr sizə. Uğurlu gün arzuluyorum. Düzdür, günün yarısı demək olar ki artıq gedib, amma yenə də fikirləşirəm ki, hər bir aparıcı bunu arzulamalıdır öz dinləyicilərdən. Mən də bunu sizə arzuluyorum. Və qabaqda da yeri gəlmişkən Novruz bayramı yaxınlaşmaqdadır yavaş-yavaş. Dünən su çərşənbəsi idi. Növbəti həftədə yəqin ki ot çərşənbəsi olacaq. Bu münasibətlə də təbrik edirəm hər birinizi. Ən sevdiyim bayramlardan biridir. Demirəm ki, orada mən çox sevinirəm. Birinci, bu oda görə sevinirəm adətən. Yəni, od qalamağa görə. Bu, sanki insanları da, onların qəlbini də isidir. Tanıdığımız, tanımadığımız qonşular, əzizlər, doğmalar, kimsə yad, kimsə hansısa bir yad, bir də görsən ki, bax, həmin gün, həmin saatda artıq sənin doğmana çevrilib. Bu mehribanlığı yaradan Novruz bayramı da qabaqda gözləniləndir. Mən də həmişə çalışıram ki, o Novruz bayramını özəl evin proqramında yaşadım. Yəni ki, hər bir qonağımla mehriban necə lazımdır, həm qarşılayıram, həm yola salıram, həm də faydalanıram sözsüz ki. Bugün də maraqlı yeri gəlmişkən qonağımız var. Nə zamandır ki görüşmürdük, istəyirəm onu da salamlayaq və mövzumuzu da sizə təqdim edeyim. Biz binaların inşaat xərclərindən danışacağıq və qonağımız isə bax, mənzillərin yeri gəlmişkən qiymətlərinin niyə belə olmasının səbəblərini araşdıracaq deyəcək. Qonağımız marketoloq, əmlak üzrə ekspert Firdovsi Xəlilovdur. Necəsiz? Hər vaxtınız xeyir. Çox yaxşıyam. Qarşıdan da ən sevdiyim bayram gəlir. Sizin də. Bəli, ən sevdiyim bayramdır. Bu, demirəm ki, onu tək Azərbaycan xalqına aiddir. Əlbəttə, bu bütün şərqin, hətta Sibir xalqlarının, Türk və fars dilli Hind-Avropa xalqlarının bayramıdır. Amma iddialıyam və bunu da ciddi bir səbəb var ki, bunun ən qaynar, ən ciddi, ən əhatəli keçirildiyi yer Azərbaycandır və Bakı şəhəridir. Bunu Bakı şəhəri ilə markalaşdırmalıyıq. Bu bizim markamız olmalıdır. Deməli, prodüserimiz çox yaxşı atmacaq. Deyir, yəni 8 Mart, yəni 8 Martdan danışırsınız. Yox. Novruz bayramından danışırıq. 8 Martdan da mı danışacaq? Nəyə görə sizcə? Əlbəttə ki, xanımların, əlbəttə deyirəm, biraz yanlış anlaşılır. Xanımların günü olduğuna görə deyil, mənim ad günüm olduğuna görə, bax, biz danışa bilərik. Martın 8-i. Amma əlbəttə ki, indi o bayramın da öz yeri var. Orada da kişilərin deyir, pul xərcləməyinin öz yeri var, necə deyək. Novruz bayramı da oradan başqadır. Ab-havası başqadır. Tək onu qeyd eləməyi bacaraq. Son dönəmlər düzdür, xoşuma gəlmir. Yenə deyirəm, bax, bizim Mərdəkan qəsəbəsində elə məhəllələr var. Biz orada, məsələn, tonqal uşaqlar qalamaq istəyib görmüşəm də indi. Amma deyir ki, icazə yoxdur. Yazıqlar divarın dibində, divarın kənarında nəsə çalışırlar eləməyə. Bu da xoş deyil açığı. Yəni, biz elə görməmişik, onu deyə bilərəm. Biz bunu çalışıb turizmdə markaya çevirməliyik. Elə eləməliyik ki, insanlar bir festival kimi, necə ki, Braziliya karnavallara gedərlər, İspaniya pomidor festivalları ora gedərlər, Bavariyada pivə festivallarına gedərlər. Novruz olanda hamı bilsin ki, belə bir event olur. Bakı şəhəridir bunun yeri və ya Qəbələdir, Naxçıvandır, Lənkərandır, Azərbaycandır bunun yeri. Qoy gəlsinlər burada necə Novruz olur, bunu dünyaya göstərək. Həm də turizm markası olaraq da sataq bunu. Bu produktdur. Bəli, tamamilə doğru. Yəni var, amma yararlanmırıq, məsələ odur. Bəli. Başlayaq, heç olmasa sizdən yararlanaq, sizdən öyrənək bugün. Mövzumuz, bax, yenə də qeyd edirəm, binaların inşaat xərclərindən danışacaq. Qonağımızla birlikdə mənzillərin qiymətlərini, niyə belə olmasının səbəblərini araşdırıb, təbii ki, axtaracaq. Səbəb nədir? Və birinci elə sualımız ondan da başlayır ki, bu yaxınlarda bizim mütəxəssislərdən biri dedi ki, bina tikintisində qaba inşaatın 1 kvadrat metri təxminən 700 manata başa gəlir. Amma bura torpağın qiyməti daxil deyil. Yəni, bizə maraqlıdır. Binanın tikintisi üçün təxminən nə qədər torpaq sahəsi lazımdır və torpağın qiyməti binanın inşaat qiymətinin neçə faizini təşkil eləyir? Və torpaq qiymətləri nə vəziyyətdədir? Bax, bu qədər. Çox sağ olun. O fikri mən də səsləndirmişdim. Açığı digər yoldaşlardan elə də eşitməmişəm. İnşaat şirkətlərində çalışanlar mənim bu fikrimi təsdiqləyərlər ki, inşaat şirkətlərində ən asan iş, ən rahat iş inşaat etməkdir. Yəni, öz işi ilə məşğul olmaq işin ən asan hissəsidir. Bilirsiniz, 2020-ci ilə qədər ölkəmizdə inşaat sektorunda qəbul eləyək ki, biraz xaotik vəziyyət var idi. O da ondan ibarət idi ki, 1 hektar ərazidə, bu istər Bakı şəhərinə də aiddir, Sumqayıt şəhərinə, Gəncə, digər yerlərə də aiddir.
1 hektar ərazidə əmsallarla götürülürdü, 66 əmsalla nə olduğunu da izah edəcəm. Bəzən 7 yarım. Yəni 1 hektar ərazidə 70-75 min kvadrat mənzil inşa olunurdu. Nəticə nə olurdu? Məsəl üçün, evlərdir, giriş hissəsi çox böyük, zal kiçik, ensiz uzun otaqlar, işıqsız evlər. Güc verilirdi kvadrata ki, rəqabət də kvadrat metr üzərindən qurulmuşdu. Və haqlı olaraq xalqın böyük bir şikayəti var idi ki, indi də var, yəni o vaxtdan qalan evlərdədir bu. Evlər iç-içədir, binalar yaxın-yaxındır, artıq Bakı şəhəri bilirsiniz ki, ilin 6 ayı pəncərəni açıq qoyub yaşaya biləcəyimiz şəhərdə, yəni ki, mülayim iqlimdəyik. Pəncərəmizi aça bilmirik, evimizin içi görünür, bir məhrəmiyyət qalmayıb, bir şəxsi həyat da qalmayıb. Həqiqətən arzu olunmaz bir hal idi. 2020-ci ildən bu qərar sərtləşdi. Hal-hazırda icazə verilən hissə 2.2 əmsal və bəzi hallarda 2.5 əmsal, yəni ki, 22 min, 25 min kvadrat metr arasında icazə verilir. Və inşaat ərazisinin isə əvvəllər 60, 70, bəzən 80%-ində. Bunun nə demək olduğunu xalqın, tam hər kəsin anlaya biləcəyi dildən deyim. Bəzi binalar var ki, şəhərin hər yerində. Görürsünüz, həyətində maşın manevr eləyə bilmir. Daldala girib qabağa çıxır. Aldığı ərazinin tamamında bu inşaat aparıb. Hal-hazırda isə dövlətin ciddi bir təzyiqi var ki, inşaat ərazinin sadəcə 30%-ində aparılsın, 70%-i ərazinin sərbəst olsun, yəni ki, sosial insanın yaşaya biləcəyi. Bu çox gözəl şeydir və olmalı olan bir şeydir, amma burada diqqətdən qaçırırıq ki, bu başdan buradakı maliyyət bəzən 5-6 dəfə artmış olur. Bir kvadrat metrinə görə torpağın. Yəni 1 hektarda 75 min tikən hara, 1 hektarda 22 min tikən hara. Yəni burada anladım. Bir də 18-ci ildən bura torpaqların qiymətində 100% dəyişmə var. Bütün bunları söhbət gedir respublikanın hər yerindən, tək Bakı şəhərinə aid deyil, hər yerində. Azdan az, çoxdan çox. İlham bəy, deməli Nəsimi rayonunda, şərti olaraq Nəsimi rayonunda götürək, 18-ci ildə bir evi inşa eləyiriksə, torpaq sahəsi 1 kvadrat metrində 160-220 manat arası başa gəlirdisə, hal-hazırda 900-1200 manat arası başa gəlir. Həm əmsal azaldılıb, həm də ki, belə deyək, torpağın özünün qiyməti artıb. Bu belə. Buyurun. Deyildiyinin sualım olacaq. Digər məsələ isə o vaxtı inşaatın 1 kvadrat metri, yəni padmayak deyirik, yəni ki, suvaq olunmuş şəkildə çöl qapı, çöl pəncərə qoyulurdu. Hardasa 280-310 manat arası başa gəlirdi. Çünki o vaxtı bir çox işlər barterlə görülürdü, sadələşmiş vergi sövdələşməsi var idi. Çünki Bakı şəhəri zonalara bölünmüşdü. 70 ilə 140 manat arası zonaya görə vergi sövdələşməsi vardı, ödənilirdi. Qalan maliyyəti isə, yəni ki, insanlar barter eləyə bilirdilər və ya nə bilim hansısa tədarükçü şirkətlərə verib bir şəkildə maliyyətlərini azaldırdılar. Hal-hazırda isə bunlar artıq mümkün deyil. Çünki vergi 18% əlavə dəyər vergisidir 20-ci ildən etibarən və 20% mənfəət vergisidir. Belə olan halda da vergi yükü Bakı şəhəri üzrə ortalama 110 manatdan 1 kvadrat üzrə 700-800, bəzi hallarda 1000-1200 manata yüksəlib. Belə olan şəraitdə isə insanlar artıq o 280-310 manatlıq inşaatı apara bilmirlər. Nə üçün apara bilmirlər? Əvvəla inşa edirdilər dəmir beton konstruksiyalar, kərpiclə, çöl isə suvaq.
Bununla indi yeni mənzilində fərq qoymaq üçün bu məcburdur çöldən izolyasiya eləsin, daş yunu ilə, qranitlə izolyasiya eləsin, liftlərini bahalı markalardan qoysun. Bu da maliyyəti gətirib 700-750 manata çıxardır. 1 kvadrat metrinin sadəcə inşaat maliyyətini. Ha belə, əvvəl barterə işləyə bilirdi, indi isə köçürmə ilə almalıdır. O qarşı tərəfdəki məhsul satanların özlərində olan artım cüzidir, amma rəsmiləşdiyi üçün, şəffaflaşdığı üçün qara mühasibatlıqdan çıxdığı üçün orada bir vergilərə görə də bir maliyyət artımı var. Ha belə keyfiyyət də əlavə olunub. Çünki biz hal-hazırda Bakı şəhərində 4000 manata, 5000 manata ev satırıqsa, onu sadəcə çölü suvaq kərpiclə deyib sata bilmərik. Nə isə bir fərqləndirmə eləməlidir ki, bu alıcını da bir şəkildə razı sala bilsinlər. Mən yeri gəlmişkən sizi dinlədikcə bax maraqlı bir qeyd də özümdə apardım. Siz danışa bax əmsallara baxdım. Tikinti əmsalı bax çox mərtəbəli, çox mənzilli yaşayış binalarında 0,5-dir. Bir də yəni ərazinin yarısında tikinti olar. Ümumi tikinti sıxlığı əmsalısı 2-dir. Yəni 1 hektarda 20.000 kvadrat metr tikmək olar. Razılaşırız bununla. Bəli, bu gözəl addımdır. Maliyyəti artırır, amma gözəl addımdır. Vacib olan bir şeydir. WhatsApp nömrəmizi xatırladım dinləyicilərimizə 055 203 1103 WhatsApp nömrəmizdə dinləyicilər və siz də suallarınızı yeri gəlmişkən ünvanlaya bilərsiniz mövzumuza dair. Mənə nə maraqlı gəldi, bunu da reklamlardan sonra sizdən soruşacağım. Bax, adicə xaricdə bu dünya ölkələrində necədir vəziyyət bu məsələlərdə? Yəni biz sıx bir-birinə yaxın olan binaları və yaxud əraziləri görə bilirik yəqin ki, bu barədə müşahidə aparmısınızsa, bu barədə danışarıq. Yəni müqayisələr apararıq və nəyə görə biz artıq bu qanunları çıxarmırıq? Bax, yəni onlarla bir eyni yola düşmürük, yoxsa necə? Hər halda bu barədə ətraflı məlumat ala bilərik sizdən. 055 203 1103 WhatsApp nömrəmizə yazın suallarınızı. Xəzər radiosunda reklam vaxtı. WhatsApp nömrəsi 055 203 1103. Özel evin proqramı davam edir əziz dinləyicilər. Yeri gəlmişkən siz də suallarınızı ünvanlaya bilərsiniz mövzumuza dair. Deməli, Firdovsi bəy, bir dinləyici yazıb ki, fərdi ev, yaşayış üçün ev tikərkən neçə mərtəbəli ev tikmək daha məsləhətdir, daha sərfəldir? Nə deyə bilərsiniz bu barədə? Yeri gəlmişkən WhatsApp nömrəmizdə qeyd edeyim 055 203 1103 və bu WhatsApp nömrəmizə elə indi yazan dinləyicilərimiz kimi siz də səsli mesaj və yaxud sadəcə yaza bilərsiniz. Buyurun Firdovsi bəy. Maraqlı suala görə təşəkkür eləyirəm. Əvvəla fərdi ev tikərkən orada daimi yaşayacaq ailə tərkibinə diqqət eləmək lazımdır. Birinci buna yataq otaqlarından yola çıxmaq lazımdır. Əgər sualın özünə gəldikdə isə, əgər ərazimiz dəniz, şəhər, meşə mənzərəli deyilsə, əgər torpağın qiyməti, bir sotunun qiyməti 30.000 manat ətrafındadırsa, yəni ki, ondan daha ucuzdursa, bir mənalı şəkildə daha böyük torpaq alıb bir mərtəbəli ev tikmək məsləhətdir. Nə üçün? Daha uzun ömürlüdür, baxım xərcləri, daimi baxım xərcləri çox azdır. Çünki evin isidilməsi, soyudulması, ona qulluq olunması kvadrat metrlə yanaşı, həm də kub metrlə hesablanır. Mərtəbə artdıqca onun kubajı da artmış olur. Yəni isti hava fizika qanunu olaraq yüksəyə doğru gedir. Yuxarı mərtəbələri isitmək eləmək daha baha başa gəlir. Ha belə bir dənə fakt deyəcəm, 24 kvadrat metr pilləkəndə itirirsiniz 2 mərtəbənin pilləkənində ki, nəzərə alsaq ki, bir villada onun 1 kvadrat metrini satanda 2000 manatdan, 3000 manatdan hesablayacaq olsaq, bu böyük bir itkidir, yer itkisidir. Ha belə, onu da əlavə edim ki, ən ucuz materialdan siz pilləkən hazırlayacaq olsaq, şam ağacından hazırlanır. Şam ağacından olan pilləkənin 2 mərtəbədə hardasa 7-8 min maliyyəti var. Odur ki, bütün həm xərclər baxımından, həm həyatın komfortu baxımından yaxşı olar ki, bir mərtəbəli ev tikilsin.
Teşekkür edirik. Geniş cavablandırdığınız için hər halda dinləyicimiz də eşitdi bu barədə. 055-203-1103 WhatsApp nömrəmizə yazın suallarınızı. Mən bayaq sizə sual verdim. Xarici ölkələrdə necədir? Biz nəyə görə fikirləşirik ki, bu qədər yəni bu sahənin bir sahəni torpağa alırıqsa, məhz onun 30%-nin də biz hər hansı bir tikinti apara bilərik. Düzdürmü? Xaricdə necədir? Müşahidələriniz nə göstərir? Bilmirəm, olmusunuz, getmişsiniz, görmüsünüz, necə? Yəni ki, son illər şükürlər olsun ki, Azərbaycan xalqı çox səyahət edən xalqlardandır. Azərbaycan başda Bakı şəhəri olmaqla Şərqi Avropa stilində inkişaf eləmiş memarlıq baxımından bir yerdir. Bakı şəhərində biz həm Varşavanı, həm Paris, həm Barselonanın, Madridin, Neapolun memarlığını görürük. Hə belə Şirvanşahlardan qalma ornamentlərlə onların assosiasiyasını, Sovet dövründə də olan gözəl memarlıq nümunələrimiz olub. Biz bu qədər gözəl bir şəhərimizi insanlar kənardan gəlib, gəzib, baxıb, şəkil çəkdirəsi olan bir memarlığımızı götürüb, təəssüf ki, Karachiyə, Mumbaya və ya İstanbulun bəzi yerlərinə, Qahirəyə, şərqlilərin şəhərlərinə çevirmişik. Deyəcəksiniz ki, yüksək mərtəbəli binalar axı qərb təriflədiyiniz qərbdə də var. Yəni Japoniyada qərb sayılır da, Yaponlarda var, Amerikada var. Onlar memarlıqda, memarlıq estetik baxımından Şərqi Avropaya və ya İtaliyaya, Almaniyaya çata bilməzlər. Çata bilməzlər. Bizdə var olan bir şeyi niyə görə ən gözəl olan bir şeylə, ləyaqlı ilə davam etdirməyək? Çox sevindirici haldır ki, bunu Ağşəhər nümunəsində görürük ki, Ağşəhərdə artıq məcbur olub ölkə başçısı, mən bunu belə başa düşürəm ki, ölkə başçısı məcbur olub özü nəzarət edib ki, buna artıq yetər deyib ki, bu belə bir türklərdir, çarpıq şəhərləşməyə yetər deyib, belə bir səliqəli prospektlər bir-birlərindən simmetrik bir ansambl təşkil edən, ümid eləyək ki, davamı da bundan sonra belə gələcək. Yeni salınacaq şəhərlərdə də Sumqayıt şəhəri də böyüyür. Sumqayıt şəhəri də Bakı şəhəri kimi gözəl bir ansambl, belə deyək də, yerləşməyə malikdir. Ona da diqqət yetirmək lazımdır. Həmçinin Gəncə şəhərinə, digər bütün Şəki şəhəri olsun, olduqca gözəl şəhərlərdir bunlar. Bunların estetikasını qoruyub davam etdirmək lazımdır. Əlbəttə şəhərlər böyüməlidir. Heç kəs demir ki, böyüməsin, böyüməlidir. Amma gətirib siz, belə deyək, məktəbin stadionunda 15-16 mərtəbəli ev tikin ki, biz iş bilmişik. Yaxı, belə olmaz. Bu estetik hər şey daşdan deyil də, bunu deyə bilərik. Bax, bunun belə də qeyd edilmək olar, mənə elə gəlir. Dinləyicimiz nə yazsa yaxşı? Yazır ki, salam, qonağınız deyə bilərmi torpağa xərclənən pul evin ümumi pulunun təxminən nə qədər olmalıdır? Yəni, sotuna 30.000 dedi. O bahalı ərazilərin qiymətidir, deyir. Mən orada qeyd elədim ki, əgər torpaq 30.000 civarındadırsa və ondan ucuzdursa, məsləhətdir ki, bir mərtəbə tiksin. Çünki digər xərcləri daha çox çıxacaq. O asılıdır sizin ehtiyacınızdan. Əgər siz çox bahalı bir ərazidə ev tikirsinizsə, məsələn, torpağın qiyməti Badamdar ərazisində ola bilər, Binəqədi rayonunda Heydər məscidi ətrafında olmuş ola bilər, Şıxovda olmuş ola bilər, artıq Bakı kəndlərinin bir çoxlarında da ərazilər qiymətlənir. Orada çox dəyərlisə 70-80 min, 100 min manata torpaq alırsınızsa, orada artıq mərtəbəni ucaltmağınız, qaldırmağınız başa düşüləndir ki, dəyərli yerdən qənaət eləyirsiniz. Artıq o xərc bir-birini əhatə eləyir. Siz əgər 10 minə, 15 minə, 20 minə Bakı ətrafında bir özünüzə ev inşa edirsinizsə, yaxşı olar ki, onu 2 mərtəbə eləmək yerinə biraz daha böyük alıb bir mərtəbə edirsiniz. Yəni demək 30 minlik torpaqda, yəni elə bir mərtəbə olsa yaxşıdır. Bəli. Amma bu məsələdə mən sizlə razılaşmıram. Siz nəyə görə Fedorsi bəy? Artıq belə şeylər yoxdur demək olar ki. Yəni 30 minin içində də sən 2-3 mərtəbə tikə bilərsən ki, yenə də sənə yəni maddi tərəfdən də sərf eləsin. Çünki Abşeron ticarət mərkəzi varsa, həqiqətən də Azərbaycanın belə baxanda ən böyük topdan və pərakəndə ticarət məkanıdır. Yəni oradan o materialları gəlib oradan alırsansa, fərq eləmir. 30 minlikdir torpağın, 20 minlikdir. Doğrudan 2-3 mərtəbə rahatlıqla tikə bilirsən. Yəni xərcin bir mərtəbə yarımı təşkil edir ya yox.
Geniş seçim sərfəli qiymətlər elə geniş parkinqi də orada var. Rahatlıqla avtomobilinizi saxlayın, düşün, mühafizə xidməti, kameralar sizi çəkir, nəzarət də var. Hər şeydə səliqə səhman öz yerində. İnsanlar da səndən elə davranır ki, mənə elə gəlir ki, hər kəs daxil olduğunda ora sanki bir marketə daxil olur. Yəni mütləq ki, nəsə alıb oradan çıxacaqsınız. Lekbatan qəsəbəsi, Xocasən yolu 57, əlaqə nömrəsi Ulduz 67-67-dir. Abşeron Ticarət Mərkəzinə biz də təşəkkürümüzü bildirik. Müsabiqələrimiz keçiriləndə də geri gəlmişkən onlar da bizə elə hədiyyəni təklif edir ki, dinləyiciləri verin. Verin, onlar sevinsinlər elə bayram qabağı. Davam eləyək. 055-203-1103 WhatsApp nömrəmizdə dinləyicilər. Yazın bizə. Sualımız bir də nədən ibarətdir? Bax, elə tikinti materiallarından biz danışdıq öz yerində. Son aylarda tikinti materiallarının qiymətində vəziyyət necədir? Yəni, inşaat materiallarına xərclənən vəsait, ümumi xərclərin neçə faizini təşkil edir? Əgər biz çox mənzilli binalardan danışırıqsa, ümumi maya dəyərinin hardasa 25-30 faizi inşaat və inşaatın özü, inşaat və inşaat materiallarının xərcləridir. İnşaat materialları isə hardasa 10-15 faizini təşkil edir. Bunlarda olan artım mənzilin kvadrat metrinə elə də ciddi yansımır. Xüsusən də premium segmentdə olan mənzillərin. Əlbəttə, ekonom sinifdə artıq orada hər 10 manatın da hökmü var. Bir də ki, bizim ustalar, bizim proqramda ustalar da olur. Yəni, onlar da adətən şikayət edirlər ki, Azərbaycanda hər şeyin qiyməti qalxır. Bir də işçilik xərclərindən başqa. Bax, inşaat şirkətləri adətən tələbata uyğun olaraq usta və fəhlələri işə cəlb edirlər. Yəni, daimi ştatda olanların sayı bir o qədər də çox olmur. İşçilik xərcləri də ümumi inşaatın neçə faizini təşkil edir sualda yaranır. Bu xərclərdə artım hiss olunurmu? Nə fikirləşirsiniz bu barədə? Təbii olaraq son 5 ildə işçilik əl haqqı deyirlər, onların dilindən desək. Orada bir qiymət artımı var və tam da normaldır. Çünki bu insan, o da insandır, o işdən qazandığı pulla. Əvvəllər, məsələn, qoşa daş hörgüdə, yəni ən çox bilinən, ən çox ölçülə bilən 5-6 manat idisə, hal-hazırda 10-12 manat arasıdır. Ki o insan da orada, o limitlidir, onun vaxtı da limitlidir. Yəni özləri də öz qiymətlərini qoyublar, ha? Bu da var Firdovs. Məsələn, indi hər şey kvadratla işi görürlər. Bəli. Yəni o vaxt adi bir işi də belə baxırsan ki, deyir ki, hə, bu divarı, bu otağı eləyərəm. İndi deyir ki, orada kvadratına görə. Orada bir recruiting baxımından da, insanların işlə təmin olunması baxımından dəhşətli bir xaotik vəziyyət var. Keçən verilişdə də danışmışdıq bu barədə ki, inşaat sektorunda təəssüf ki, bu nəhəngin, sektor olaraq nəhəngin bir üst qurumu yoxdur. Vahid üst qurumu yoxdur. Yəni elə bir qurum yoxdur ki, həm bunun əməyin təhlükəsizliyindən cavabdeh olsun, həm insanların daha çox işə cəlb olunmağından cavabdeh olsun, həm bunun toplanan vergisindən cavabdeh olsun, həm inşaatın keyfiyyətindən cavabdeh olsun, həm buradakı kreditlərdən cavabdeh olsun. Ayrı-ayrılıqda hamısına cavab verən qurumlar var. Amma hərə öz işini görür, vahid bir şey yoxdur. Bir statistika deyim ki, çalışan əhalinin deməli səhv eləmirəmsə 20-ci illərə aid bir şeydir. Əlbəttə ki, vəziyyət çox da kardinal dəyişmir. 6.8%, yəni 120 min muzla çalışan işçi inşaat sektorunda çalışır. Və bu sektorda gizli işçilərin sayı digər sektorlardan qat-qat yüksəkdir. Bu nə deməkdir? Məsələn, evinizdə nəsə xarab olur, təmirə çağırırsınız, siz onunla əmək müqaviləsi bağlamırsınız ki, yəni o gizli işçidir də. Bir üst qurum olmuş olsaydı, bunu demirəm insanları şeyləsin ki, dərhal gətir, bu qədər vergi ver. Nizam intizamlı bir şəkildə bunu yaxşılaşdırmış olsaydı, əvvəla burada çox-çox saylı insanlar işçi kimi qeydə alınardı və çalışardı. Ha belə, mənim deyəcəyim, bəlkə bir çox tamaşaçımız buna etiraz edəcək. Ölkəmizdə ciddi şəkildə işçi defisiti var. Hətta cənab prezident keçən dəfə çıxışlarını... Yəni, rəsmi olaraq işçidən gedirdi, hansı ki, vergi də ödəyir. Günübirlik fəhlələrin defisiti var. Hər ixtisasda az-çox bənnalarımız var. Az-çox malyar nə idi? Bu sözü istifadə edən, üzr istəyirəm. Yəni, suvaq vuran, boyaçı, belə bir şey. Az-çox var. Məsələn, elektriklərdə defisitimiz var. Santexniklərdə defisitimiz var.
Yeni mal Rəngsaz, materiallar bəli. gəlir, bunlarda defisitlərimiz var, çatışmazlıqlarımız var. Hər ixtisasdan inşaat sektorunda defisitimiz var. Hələ müəyyən islahatlar keçirilərsə əgər ölkədə nəhəng sayda işçiyə ehtiyacımız var. Bir tərəfdən isə bir nəhəng bir kütlə var ki, iş axtarır, çalışmaq istəyir. Bir texniki peşə təhsilimiz olmalıdır və ya kurslarımız olmalıdır ki, bu dəmirçilərimiz olsun, belə. Əslində bunlar da var, səhv eləmirəmsə, danışmışdıq bu barədə, amma əl çatan deyil, azdır, insanlar bilmir. Əslində bilmiş olsalar, heç xaricə üz tutmazlar. Gedib o, hər gün xəbərlərdə oxuyanda insanın ürəyi ağrır. Rusiya bazarlarında bizim xalqa qarşı olan belə bir, bəzi hallarda o diskriminativ, yəni oradakı güc strukturlarının təzyiqlərinə, şiddətlərinə, təhqirlərinə məruz qalır. Hansı ki, ölkəmizdə hal-hazırda ciddi bir şəkildə əmək bazarında bu insanlara ehtiyac var. Bəziləri etiraz eləyəcək, amma inşaat şirkətlərinin sahibləri bizə qulaq asırsa, deyəcək ki, bu adam düz deyir. Hamı axtarır. Axtaran hamı bilmirəm. Siz də haqlısınız, amma bir məsələ də var ki, məncə axtarır deyəndə, bax burada yenə deyirəm, bugün də işçilər işini bilən bax ustalarımız var, düzdürmü? Elə götürək o siz demişkən rəngsaz malyarı olsun və s. Bir qeyri-şəffaflıq var bu istiqamətdə. Bilmirəm, inanın bu məsələdə ki, azdır yoxsa yox. Belə bir məsələ var. Xüsusən də böyük şəhərlərdə ciddi bir problem var. Həm əhalimiz bu istiqamətdə maarifsizdir. Başqa şeylə işim yoxdur. Çünki Azərbaycanın təhsil ortalaması iddia edirəm ki, Amerikadan yüksəkdir. Orta statistik Azərbaycanlı, məsələn 20 yaşlı Amerikalıdan daha ağıllıdır, dünya görüşü daha çox. Bu istiqamətdə, məsələn, bir Azərbaycanlı evini təmir eləyirsə, başlayır usta axtarmağa. Usta əksər hallarda həm ev yiyələri onların haqqımızdan kəsir, həm belə negativ hallar hər gün eşidirik. Həm ustalar özünə dırnaqarası ustalar fırıldaqla məşğuldur. Yəni, evini bu yaxında təmir eləyənlər varsa yazsınlar, hamı deyəcək ki, bəli, usta aldatdı. Amma biz bu barədə danışmışdıq. Belə problemlər var. Bunun da əsas səbəbi, təməlində dayanan problem, belə problemlər harda olur? O sektordakı avtoritet boşluğu var. Yəni, bunun bir üst qurumu yoxdur. Üst qurumu olmuş olsa, bunu hansısa bir şəkildə nizamlayar. Siz belə deyək də, divarınıza yaza bilərsiniz ki, mən stomatoloqam, dədə-baba üsulundan kəlfətin götürüb diş çəkirəm. Buna icazə verərlər sizə. Yox, əlbəttə ki. Çünki bir üst qurum var. Gəlib deyəcək ki, sizin zəhmət olmasa bir sertifikatınızı göstərin. Siz kimsiz? Yox, amma bir məsələ var da, tamamilə doğru qeyd edirsən Firdevs bəy. Məndə nə sual yarandı? Əvvəla biz bu barədə çox danışmışdıq bir neçə qonağımızla. Yəni ustanın keyfiyyətlisi, keyfiyyətsizi, təcrübə və yaxud təcrübəsiz. Və orada biz belə nəticəyə gəldik ki, insan özü də araşdırmalıdır. Bax, bu usta nə qədər yaxşı ustadır. Bu adamın portfolyosu olmalıdır. Mən gedib, məsələn, əgər evimi təmir elətdirirəmsə, həvalə eləyirəm sonra, onun əvvəlki işlərini gedib araşdırmalıyam. Gedib onun filankəsinin evinə baxmalıyam ki, buram bu işdir, baxım görüm nədir. Düzdür, bilməyə bilərəm. Yəni, mənim məsələn, özümün də bu sahədən elə də güclü anlayışım yoxdur, açıq etiraf edirəm. Amma uzaqbaşda məhkəmə məsələsi var da, yəni adam məni alladıbsa, nəticə ver məhkəmə işimi gördü. O da daha böyük bir dərddə, yəni ki, mənim məsəl üçün məhkəmədə utduğum neçə, mənim kimi adamın məhkəmədə utduğum neçə işim var. Məhkəmə icralarında bir qonaq çağırın, bu sahədə məlumatlı olan 100 minlərlə icra gözləyən iş var. Yəni, bu sistem də elə eləməliyik ki, biz özümüzü qorumalıyıq. Fərz edin ki, siz ibtidai sinif müəllimisiniz və ya fərz edin ki, şirniyyatçısınız. Siz hardan bilə bilərsiniz ki, bu adam gələcək, daşı hörəndə birin belə... Yaxşı, siz deyirsiniz ki, həmin yerlər açılandan sonra, tutaq kimi açılıb, haradakı... Bir üst qurum olsa... Üst qurum neyniyəcək ki, onda elə olanda? Əgər bu adam yalancıdırsa? Bu adam yalancıdır, ümumiyyətlə sertifikatsız işləyə bilməyəcək. Sertifikat o demək deyil, bu ustanın, əməkçinin əməyinə çökülsün, onun əlindən alınsın, onu nəzərdə tutmuram. Birincisi, sertifikatsız işləyə bilməyəcək. Stomatoloqların əlindəki, belə deyək də, sertifikatların tutub əllərindən alırlar. Onların çörəklərinin əlindən alan yoxdur ki. Sadəcə deyir ki, qardaş, sən müvafiq bir standarta uyğunsansa bunu elə.
deyilsənsə müəllimlər başlayıblar. Hətta ali təhsilli müəllimləri yenidən sertifikasiyaya tabe tuturlar. Niyə görə ki, mən övladımı yetişdirə bilirsən yoxsa yox? Haqlı da, düz də deyir. Belə də olmalıdır. Niyə bu sektorda olmasın? Biz demirik, işləməyin demirik. Deyirik ki, bir üst qurum olsun, xalqa desin ki, ey xalq, işsizsən, gəl sənə iş öyrədirəm texniki tərəfini və mənim ölkəmin AZS standartı var. Bu standartlar çərçivəsində işlə və bunun da bir sertifikatı var. Bizdə bu barədə qonağımız var idi və danışmışdıq və belə bir təklif var idi. Təklif yəni əslində artıq var ki, yəni könüllü olaraq bir kəs gəlib o sertifikatı ala bilər. Yəni bundan keçə bilər müəyyən bir testdən və o sertifikatı ala bilər. Artıq var əslində Bakıda. Yəni yadıma gəlir. Amma könüllüdür bu. İntizamlı bir şəkildə olmalıdır. Həm daha çox insan işləyə bilsin, həm şəffaflıq yaratsın. Bax, təhsildə keyfiyyət təminatı agentliyidir. Belə imtahanlar keçirir. İndi, düz deyirsiniz, indi o da könüllüdür. Amma siz deyirsiniz ki, məcburi kimi olsun. Bəli, bu belə olmalıdır, qardaş. Bilirsiniz necədir? Siz təsəvvür edin ki, həyət evi tikdirirsiniz. Siz hardan bilərsiniz ki, onun hansı şəkildə izolyasiya olunmalıdır? Usta da bilməmiş ola bilər, vicdanlı insan olmuş ola bilər, tikər gedər. Siz sonradan ora yüz minlərlə pul qoyun, onun aşağıdan yuxarı nəm çəkməsinin qarşısını ala bilməzsiniz. Və ya daha təhlükəli şeylər ola bilər. Yəni, bilməyərəkdən o gətirər orada yükü hesablamaz, elektrik şeylərini hesablamaz, sonradan ciddi problemlər yarada bilər. Bu dəqiqə qulaq asanlar hamısı. Azərbaycanda həyət evlərinin deyərdim, rahat bir şəkildə 90%-ində pencəkinə asırsan, orada evdə yemək pişirsə, bütün paltarını iylənir. Niyə görə? Çünki havalandırma. Şaxtanı düz qurmur. Bəli. Həyət evlərinin hansında şaxtalar var? Axı az-çox bunu bilən bir adam ora biz havalandırmadan yeri gəlmişkən məcbur qoydurtmalıdır ki, mənim ölkəmin standartıdır, buna əməl elə. Biz bu yaxında havalandırmadan da danışmışıq. Elə bax, qaz sızmaya görə bir çox məqamlara toxunduq havalandırma ilə bağlı və qurulursa belə düzgün qurulmur məsələsinə çox toxunmuşuq və hətta biz qeyd elədik ki, əslində o vaxt eləyirdilər, indi eləmirlər. Məsələn, hamamlarda, hamam qapılarında məsələn müəyyən bir dəliklərin olması önəmlidir, amma yoxdur, eləmir. Heç kəs eləmir. Yəni bunlarla mən sizinlə çox razıyam. Çox razıyam. Davam eləyərik bu söhbəti, təklif eləyirəm. Reklamlardan sonra əziz dinləyicilər, siz də fikirlərinizi yaza bilərsiniz. 055 203 1103 WhatsApp nömrəmizə. Qısa aradan sonra biz qayıdıb studiyamıza söhbətimizi davam edəcəyik. Xəzər Radiosunda reklam vaxtı. Davam edirik reklamlardan sonra Firdovsi bəylə çox maraqlı söhbətimiz gedir. Bəli, razılaşdım bu məsələ ilə ki, bəli, sertifikatlaşdırma olmalıdır və bu könüllü şəkildə olmamalıdır. Yəni, qanuni şəkildə olmalıdır. Artıq necə biz bu taksi sürücülərində də yeri gəlmişkən bunun şahidi oluruq. Yəni, o vaxtda deyil, istənilən adam avtomobili var etsə, bir taksini qoyub idarə eləyirdi. Bugün biz ən azı seçməliyik ki, insan adekvat deyil. Yəni, o xüsusi bir yerlərdən, tibbi müayinələrdən keçən insanlar avtomobili idarə eləməlidir ki, orada sən hər gün ailə də daşıya bilərsən, hər hansı bir mühüm bir şəxsi də daşıya bilərsən və buna görə sertifikatlaşdırma istəyirlər. Bu da önəmlidir. Bax, bunun tərəfdarıyam. Bu məsələyə razıyam. Həm də ki, insan rahat olursan da, elə bir insan deyir ki, universiteti bitirmişəm, bir də var deyib bitirməmişəm. Yəni, sən rahatsan ki, adi işə qəbulda necə olur? Deyir, nəyə oxumusan, nəyə bitirmişsən? Bu da həmçinin. Bu məsələ ilə tamamilə sizinlə razıyam. Sadəcə bəlkə də mən özüm də yaradıcı bir insanım deyə buna hər zaman bir yaradıcı tərəfdən baxıram. Fikirləşirəm ki, biraz çərçivəyə sala bilər bu. Sanki bir ustaları, müəyyən bir sahənin ən geniş olduğu şey memarlıqdır. Memarlar sertifikat olmasa memarlıq proyektini verə bilməz sizə. Onların yaradıcılığını, bu sertifikatı olmağı heç bir məhdudiyyət gətirmir. O sertifikatları onun üçündür ki, bu adam müəyyən standartları bilməlidir. Yəni ki, bu bizim belə deyək də, yaxşı tərəfdən də danışaq. Bizim məsəl üçün qanunlarımız QOS standart deyilən Sovet dövründə olan standartların, inşaat standartlarının təkmilləşdirilmiş, daha doğrusu tam təkmilləşdirilməmiş forması da AZS standartları. Mən iddialıyam ki, bizim konstruksiya tələblərimiz AZS standartlarına görə, baxın, Türkiyə Respublikasından çox daha ciddidir.
Bizim mühəndislərimiz əgər Türkiyədə işləyibsə dərhal təsdiqləyəcəklər. Baxın, memarlıq baxımından demirəm. Onlar yaradıcılıqda bizdən qabaqdadırlar. Amma konstruksiya baxımından tələblərimiz bizim ölkəmin təhlükəsizlik tələbləri Türkiyədən çox üstündür. İtaliyadan üstündür. Biz bunu daha da təkmilləşdirməliyik. Ustalarımızı, işçiliyimizi ölkəmizdə məsəl üçün 100 min, 200 min insanı yenidən burada əməyə cəlb eləyə bilərik. Bir dənə fakt deyim sizə. Bir dənə fakt. Deyin. Baxın, elə biz öyrəşmişik ki, neft sataq, neftdən gələn gəliri xərcləyək. O insan vicdanlı məmurdur, düzgün insandır ki, büdcənin pulunu düz xərcləyir, korrupsiyaya yol vermir. O vicdansız ki, korrupsiyaya yol verir. Ancaq bununla ölçürük. Amma heç fikirləşmirik ki, biz büdcəmizi necə dolduraq? Bunda bir yarış necə keçirək ki, büdcəmiz dolsun, insanlarımızın rifahı yaxşılaşsın. Düzdür? Bizim regionumuzda nə proses var? İnşaat sektorundan danışırıq biz. Rusiya-Ukrayna müharibəsi gec-tez bitməlidir. Yəni atəşkəslə onun bu tərəfin ya da o bir tərəfin qələbəsi ilə. Türkiyə seysm aktiv zonadır. Zəlzələdə də gördünüz ki, yəni məsələn ondan daha şiddətli zəlzələ Çilidə olmuşdu. Daha uzun müddətdə daha şiddətli. Ölüm sayı 2 nəfər idi və yaralı 10-15 nəfər. Türkiyədə ölənlərin sayı 100 mini keçdi. Bəli. Kəntsel dönüşüm deyirlər. Yəni onun sökülüb tikilməsi prosesi o. Suriyanın bərpası, bura əlavə etməmişdim. Bu 2,2 trilyonluq önümüzdəki 10 illikdə bir həcm deməkdir. İşçilik həcmi. Bura İraqı əlavə etsək ki, İraqda nəhəng inşaat bumu gedir. İran əgər belə deyək də qərblə arası yaxşılaşarsa, bu və ya digər, o bizim işimiz deyil, siyasətçilərin biləcəyi işdir. Biz o işləri bilmirik, qarışmaq da istəmirik. Qərblə münasibətləri yaxşılaşarsa, İranda olanlar bunu təsdiqləyər ki, tikililər çox köhnədir. Orada da nəhəng bir bum olacaq. Qərblə münasibəti yaxşılaşarsa, nəhəng karbohidrogen resurs ölkəsidir. Ora 100 milyardlarla axın gələcək. Təqribi 4-5 trilyonluq bir həcm var önümüzdəki 10-15 illikdə. Mən demirəm ki, Azərbaycan İngiltərə kimi, Amerika kimi hegemon ölkədir. Gəlib deyəcək ki, məsələn, Ukraynada bu layihəni ancaq mən eləyirəm. Xeyr. Bu 3 trilyon deyək həcm olmuş olsun növbəti 10 illikdə. Bircə faizini bizim şirkətlər uda bilsə, bu elə bir nəhəng bir həcmdir ki, ölkəmiz üçün valyuta həcmi. İnsanlarımız orada işləyər, yüksək gəlirlər əldə edərlər, qazanclar əldə edərlər. Bunu necədir bunun yolu? Necə eləyək ki, buna çataq? Öz ölkəmizdə də həcmimiz az deyil. Bir üst qurum yaradırıq. Bu üst qurum həm işçilərin sertifikatlaşmasında, həm bunların həyat şəraitinin yaxşılaşmasında, həm tutaq ki, siz bilirsiniz ki, bizim 2-ci Respublikamız dövründə alınan qərarlar var ki, o dəyişdirilmir. Nazirlər kabineti oturub gözləyir. Nədir məsələn? Binə kəndi 2-ci Respublika dövründə, yəni ki, Nərmanovun Respublikası dövründə, Nərmanov hakimiyyətdə olanda qərar verilib ki, örüş ərazisidir, Binə kəndi. Burada qoyun otarmaq lazımdır və ya qoyunları o binə şəklində gətirib satışa çıxartmaq lazımdır, nəysə. Torpağın sotu 20 min olan yerdə qoyun otararlar. 80-85 minə yaxın xanə var orada. Örüş ərazisidir. Niyə elədir? Hə, o vaxtı belə çox gözəldir. O vaxtı qərar verilib. Belə yerdə şəhərin dibində şəhər böyüyüb gedib. O vaxtı Bakının nə bilim 100-150 min əhalisi olmayan. İndidən danış. Nə 3 milyon insan yaşayır? Abşeron yarımadasında 3 milyondan çox insan yaşayır. Sən orada 80-85 min yaşayış var. Bir dənə qərar verib dəyişəcəksən də bunu. Ondan başqa ölkəmizdə 500 minə yaxın çıxarışsız, sənədsiz mənzil var. Mənzil ev var. Ha belə 2 milyon 750 min. Bu işlə yeri gəlmişdən məşğul olunur artıq. Yəni 500 mindən çox olsa da belə dəfələrlə danışılır və qurumlar məşğul olur. Bunu bir vahid qurum olmalıdır. O deməlidir ki, ey Azərsu, Azərişıq, mən burada filan layihəsi alıram. Gətir bura infrastruktur qoy. O deməlidir ki, ey vergilər, mən məsəl üçün sizin üçün bu qədər öhdəmə götürürəm ki, inşaat sektorundan bu qədər vergi toplayacam. Ey məşğulluq, mən tutaq ki, hal-hazırda 120 min muzlu işçi çalışırsa, bunu 300 minə çıxardıram. Deməlidir ki, hər bir halda bunun bir
Vahid bir qurum hamısını bir yerə cəmləyib eləməlidir bunu. Hamısını. Praktika var. Məsələn, Türkiyə bu sistemə keçəndən sonra bir çox problemini həll eləmiş olub. Azərbaycanın bütün inventarından çox mənzil istismara veriblər. Bu qurumun sayəsində. Deməli, Ağ Partiya hakimiyyətə gəldikdən 2022-ci ilə qədər idi, 23-cü ilə qədər idi. 2.3 milyon mənzil istismara veriblər. Kəntsel dönüşüm dedikləri sökülür, istismara tikilən. Bu Azərbaycanda olan toplam fərdi evləri çıxıran çox mənzilli binaların sayından daha çoxdur. Yəni Azərbaycanı yenidən tikiblər. Maraqlı qeydlər idi yeri gəlmişkən. Hər halda dinləyicilərimizi də düşündürən bir ağlına gələcək suallar da yaratdı və sizdən bir çoxları yəqin ki razıdır. 055-203-1103 WhatsApp nömrəmizdir. Siz də yaza bilərsiniz yeri gəlmişkən. Qaydırıq bir balaca mövzudan həm kənarlaşdıq, həm də paralel apardıq bunu. Əsas mövzumuza qayıdaraq istəyirəm ki, bax, bina özlüyündə kommunal xidmətlər olmadan fəaliyyət göstərə bilməz, biz bunu bilirik. Elektrik, qaz, su və kanalizasiya xəttlərinə qoşulma, həmçinin rabitə xidməti binanın ümumi xərclərindən neçə faizini təşkil edir? Burada necədir vəziyyət? Çox doğru sual verirsiniz. Əslində, inşaat şirkəti neynəməlidir? İnşaatını aparmalıdır. O inşaat şirkətinin borcu deyil ki, ora kommunikasiya gətirsin, ora elektrik xətti gətirsin, ora kanalizasiya gətirsin, yol çəksin. Bunun müvafiq aidiyyatı üzrə qurumlar. Qardaş, elektriki kim satır? Zəhmət çəkib gətirib elektrikini ora qoymalıdır. Amma sadəcə qınamaqla olmur da. Misal üçün, siz Masazırda deyək ki, getdiniz, kapital cəlb elədiniz, investor cəlb elədiniz, kredit götürdünüz, 3 hektar ərazi aldınız, orada şəhər salmanın keçirdiniz, inşaata başlayırsınız. Və əlbəttə satış da eləməlisiniz ki, kredit borcundan azad olub, sakinə satış eləyib hissəvi daha az maliyyəti aşağı salmaq üçün. Siz gedirsiniz, sonrasında bu kompleksin kanalizasiyası olmalıdır. Şərtidir bu. Dediklərim ərazilər və yerlər şərtidir. Amma ümumi portret bu cürdür. Bunu bu cür biləsiniz. Gedirsiniz böyük şəhərlərin su, nə idarəsinə. Onlar deyir ki, bəli müəllim, çox gözəl. 2034-cü il dövlət büdcəsində biz nəzərdə tutmuşuq ki, orada magistral kanalizasiya xətti olacaq. Siz də ora qoşularsınız. Ya da filan yerdən, filan qədər məsafədən özün gətir. Eynisi elektrikə aiddir. Çünki yenə də dönüb dolaşıb gəlir vahid üst qurumun olmamasından. Nə onlar qınanlası deyil, nə də bu birlər. Onun üçün də süni bir şəkildə inşaat şirkətlərində bu xərc yaranır və bu xərc də əhaliyə yansıyır. Bu bunun elə də nəhəng bir hissəsi deyil. Xüsusən də yenə də qayıdıram, şəhərin bahalı yerlərində o faiz etibarilə götürəndə nəhəng bir şey deyil onlar və əgər kompleksdirsə, xərclər mənzillər arasında bölünür, amma tək binadır, ətrafda baxır o hansı ərazidədir ki, ətrafda tutaq ki, kifayət qədər qidalandıra biləcək elektrik xətti yoxdur, nə bilim nə yoxdur, elə olanda maliyyət artmış olur. Misal üçün, bütün bunlar şərti olaraq nəzərə almaq lazımdır ki, 800 min ilə bir neçə 2-3 milyon arası dəyişə bilir. Əgər kompleksdə mənzil sayıları zadı çoxdursa, onda onu hiss olunmayacaq şəkildə o mənzillərin maliyyətinin üzərinə əlavə eləmək olur. Amma vay haluza ki, bu hansısa bir kənar ərazidədir, ora gəlməlidir. Onda bir qədər maliyyətlər şişmiş olur. Mənzil başına düşən maliyyətlər şişmiş olur. Dinləyicimizdən biri yazıb ki, salam, qonağınız Türkiyədən çox misal göstərir. Yeri gəlmişkən vaxtımız azdır. Zəlzələdən sonra orada inşaatın səviyyəsi göründü deyir. Yəni o da öz fikrini deyir. Yəni zəlzələdən sonra orada inşaatın səviyyəsi deyir göründü. Yəni bu qədər zəif olduğunu bildirdi. Doğrudur, haqlıdır. Yəni ki, mən bir axları dedim, axı bizdə bizim standartlar onlardan yüksəkdir. Hətta orada siyasi səbəblər də var. 70-80-ci illərdə orada nəhəng bir urbanizasiya gedir, yəni ki, və qarşısı alınmaz körtəbii bir urbanizasiya gedir. Heç bir inşaat təcrübəsi, sertifikatı, heç bir şey olmayan gecəqondu məhəllələri, hətta gecəqondu çox mənzilli yaşayış binaları tikilir. Hər partiyada hakimiyyətə gələndə söz verir ki,
tutaq ki, bizim Nərmanov rayonu böyüklüyündə bir rayonun 100 minin, 70-80 min insanın yaşadığı bir rayonun sənədləri verilsin ki, seçkidə qazansın deyə. Sənəd verilir, verilməyinə. Bu evin sənədi var, çıxarış verilir. Amma o dəniz qumundan inşa olunub, kolonu yox, bir şey yox. Nəticə göz qabağındadır. Zəlzələ olanda yerlə bir oldu. Yəni siz deyirsiniz ki, bax o Türkiyədə oradan binaların məhz necə deyim, Amma indi səviyyəsi icazə vermirlər. Artıq icazə vermirlər. Yəni orada daha zəifdir, nəinki bizdə daha güclüdür. Bizdə daha güclü, iddialıyam. Burada sual yaranır, niyə? Sizcə niyə? Bizdə belə Çünki Abşeron ticarət mərkəzi məhz bizdə də orada deyil, ona görə. Azərbaycanın ən böyük topdan və pərakəndə ticarət məkanı Abşeron ticarət mərkəzidir. Bax, təbii ki, onların materialları ilə tikilən binalar ilə yaxşı qalmalıydı da, məsələ odur. Siz də müraciət edə bilərsiniz. Rahat parking, geniş seçim, sərfəli qiymətlər, alış-veriş ehtiyacları üçün ideal ünvandır. Lökbatan qəsəbəsi Xocəsən yolu 57-də yerləşir. Əlaqə nömrəsi Ulduz 6767-dir. Təşəkkürümüzü bildiririk Abşeron Ticarət Mərkəzinə. Firdovsi bəy, qısa olaraq nəsə sözünüz varsa buyurun. Çünki çox az qalıb vaxtımıza. Dəyərli xəbər aparıcımız da bizi gözləyir. Aha, buyurun. Abşeron Ticarət Mərkəzi ilə əlaqəli onu demək istəyirəm ki, çox sağ olsunlar, çox ciddi bir problemin öhdəsindən gəliblər. Hər şey bir yerdədir və park imkanı var. Bəzi inşaat malları satan dükanlar fikirləşmir ki, bu adam əlində, qoltuğunda, metroda parası deyil ki bunu. Park imkanları var və şəffaflıq var. Digər yerlərə nisbətən şəffaflıq var. Sizi aldatmırlar. Firdovsi bəy, çox sağ olun, bugün gəldiniz. Növbəti proqramlarda mütləq biz görüşəcəyik. İndi bilmirəm bayramdan əvvəl yoxsa sonra, amma əsas odur ki, bilin ki, biz sizi zəng vuracaq yenə. Təbii ki, çox ehtiyacımız var sizin kimi dəyərli insanlara, hansılar ki, bizi maarifləndirə bilir. Çox sağ olun, təşəkkür edirik. Əziz dinləyicilər, xəbərlərin vaxtıdır. Daha sonra ikinci saatımız olacaq Özəl Evin proqramından. Hələlik eşidilərik.